İlham İran İslam Respublikasının Novruz bayramını təbrik edib. İran medyası bundan yazır. Amma Azərbaycan medyası rəsmi açıqlamır. Niyə? Gəlin bir baxaq. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Prezident Məsud Pezeşkiyanı təbrik etdiyi deyilir. İranın Mehr xəbər agentliyi martın 23-də bu barədə məlumat yayıb. Azərbaycanın rəsmi saytlarında təbrik barədə məlumat hələ ki yoxdur. Mehr xəbər agentliyi yazıb ki, cənab Əliyev təbrik məktubunda İranla Azərbaycan arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. Azərbaycanın rəsmi xəbər mənbələri bu məlumatı yaymasalar da, hökumət-yönümlü Yeni Müsavat qəzetinin saytı təbriki şərh edir. Şərhdə deyilir ki, Əliyevin Pezeşkiyanı bayram münasibətilə təbrik etməyi seçməsi Bakının İranın dini rəhbərliyindən çox siyasi və icra edici qanadı ilə əlaqə qurmağa üstünlük verdiyini göstərir. Martın 23-də həm də Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla İranın Xarici İşlər Naziri Abbas Ərəqçi telefonla danışıb. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, mənə deyir, meymun dediyim bəs deyil, hələ əli də uzadırsan. Uzun sözün qısası, baxın, İlham Əliyev İranı gizlicə təbrik edibdir. Amma bütün Azərbaycan medyası bunu paylaşmayıb. Niyə? İndi də təkcə Müsavat paylaşıb ki, o da sonradan sonraya Müsavat paylaşıb ki, yəni İlham Əliyevin İranın dini liderini təbrik etməməsi, təkcə Pezeşkiyana təbrik məktubu göndərməsi, bu yəni dini rejimlə yox, Pezeşkiyanla iş görmək, işgüzar əlaqə yaratmağın istəklisi olduğuna görədir belə. Yəni dini rejimlə İlham Əliyev qurtarıb bir-birini bildizdə nələr elədilər, İlham da söydü, onlar da sərt danışdı. Amma Pezeşkiyan demokratdır, Pezeşkiyan İsrail meyillidir, Amerika meyillidir, Qərb meyillidir. İlham Əliyev Pezeşkiyanla işləmək istəyir. Və deyənəmədənlər niyə görə Azərbaycanda İlham Əliyev İrana təbrik məktubu, Novruz bayramının təbrik məktubu niyə görə Azərbaycanın bütün mətbuat orqanları tərəfindən paylaşılmadı? Niyə? Niyə əvvəlki illərdə paylaşılırdı, indi paylaşılmadı? Niyə? Çünki hamı yenə deyəcəkdi ki, Doğuşan qorxusundan təbrik elədi, qorxusundan belə elədi, qorxusundan. Hələ dini rejimi o gün təbrik elədiyin Məcid Hamneyni, Əl-Hamneyni oğlunun ya dini rejimi ümumiyyətlə niyə təbrik eləmirsən? Təcə Pezeşkiyanı təbrik edirsən, İsrail adamı deyilmi? Hər nəysə, dəyərli vətənlərim, dəyərli soydaşlarım, İlham İranın Novruz bayramını təbrik edib. İran medyası bundan yazır, amma Azərbaycan medyası rəsmi açıqlamır. Rəsmi niyə açıqlamır Azərbaycan medyası? Birinci, İlham Əliyev İranı təhqir etməsindən sonra belə təbriklərin mediada açıqlanması İlham Əliyevi gülünc vəziyyətə salır. Qorxaq, doğuşan durumuna salır. İkinci, açıq təbrik etmir ki, Trump əsəbləşər. Açıq təbrik etmir ki, İsrail Trump əsəbləşər. Təbrik etməmək də olmur ki, İran əsəbləşər. İran əsəbləşər. Özünü zibilə salıb, belə pıçıldayaraq təbrik edir. 12 günlük müharibədəki kimi sakit, neytral qalsaydı, İlham Əliyev belə vəziyyətə düşməzdi. Dəyərli həmvətənlərim, indi bildiniz ki, nədir? İndi İlham Əliyev, baxın, İranı təbrik eləyir. Komanda verir ki, heç kim bu barədə paylaşım eləməsin. Zaten Azərbaycanda da ağıllı müxalifət varmı? Ümumiyyətcə müxalifət varmı ki, bir ağıllısı da ola? Müxalifət varmı ki, Azərbaycanda bir ağıllısı da ola? Hər nəysə. İndi müxalifət yoxdur, belə baş yoxdur, belə incələmə yoxdur ki, qabil kimi hər şeyi ortaya çıxardarlar. İlham Əliyev sakitcə İrana məktub göndərir, təbrik məktubu. İranın kanalı, hansısa kanalı bunu paylaşır və 1-2 gündən sonra da sadəcə mediada yox, Müsavatın saytı paylaşır. Hansıca durub Trump Müsavatın saytını oxuyandı mı? Amma biri var, komanda verilsəydi, açıq şəkildə paylaşılsaydı, ictimai televiziya paylaşır və hamı da oradan götürür. Və belə olsaydı, bütün hamı bunu paylaşacaqdı, bu Amerika dünyanın gündəminə düşəcəkdi ki, İlham Əliyev İranı təbrik edir. Novruz bayramı. İlham Əliyev İranın təkcə prezidentini, mən sizə o prezident seçiləndə, İbrahim Reisi öldürüləndə, o prezident seçiləndə nə dedim? Nə dedim? Nə dedim? İbrahim Reisini öldürənlər gətirdi bunu. Dedim ki, hamını öldürəcəklər, bir dənə bu qalacaq. Danışmaq üçün bir dənə bunu saxlayacaqlar, hamını öldürəcəklər. Bax, ona görə bunu gətirdilər. Ona görə bunu. Bu əslində Yezdi Kürdüdür. Əslində qalsa o Azərbaycanlı deyil. Mahmud Əli Çöhrəqani birbaşa deyib, o adam mənim parta yoldaşım olubdur, sinif yoldaşım olubdur. O adam Kürdür. Milliyyətcə Kürdür. Sadəcə İsrailin bir projesidir. Türklərin səsini alaraq hakimiyyətə gəlmək üçün türk donu geyindi, türk dilini öyrəndi. Nə olsun ki? Farsların çoxu türk dilini bilir. Türklərin də hamısı fars dilini bilir. Nə olsun ki?
O bu Əli Xameneidən tutun, orada generallar var. Azərbaycan dilində bizdən yaxşı danışır. Bizdən yaxşı danışmasa da 100% baş nazirimiz Əli Əsədovdan yaxşı danışır. Dini lider İlham Əliyevi şeyinə almır. Müctəba lider seçiləndə İlhamın təbrikinə heç cavab vermədi. Putini, Paşinyan, Erdoğan'ın təbrikinə, bax Putinin, Paşinyanın, baxın ha, Müctəba, Əli Xameneinin oğlu Müctəba, Putinin, Paşinyanın, Erdoğan'ın, Paşinyanın da, Erdoğan'ın da bu hamının təbrikinə cavab verdi. İlhamın təbrikinə cavab vermədi. Üstəlik, qonşu ölkələrlə isti münasibət, Yemenin adını çəkdi, Ummanın adını çəkdi, Türkiyənin adını dönə-dönə çəkdi, Azərbaycan adı çəkmədi. İlham Əliyev isə Pezeşkiyan vasitəsilə aranı düzəltmək istəyir, amma bilirsiniz ki, Pezeşkiyanı cəsus kimi tanıyırlar. Pezeşkiyan bir gün deyir istefa verəcəm, məni saymırlar. O bir gün deyir ki, nə bilim, hər gün bir bəyanat verir.